ki canlısını görmədiniz. Məni yıxdı sürüdü. Mənə deyir pis davranır evində. Məni deyir özü çağırdı evinə. Siz eşitmədiniz o deyilənləri. Mənim əlim üzümdə qaldı. Mən əsəbdən əsim əsirəm burada. Quran haqqı dedi. İndi də ver, bayaqlarım dedi. Məni deyir sındırır, məni deyir ağzına gələn. Mən sənin ağzıma gələn demişəm az. Sənə tək ki, sən pislik eləmişəm. Sənə nə pislik eləmişəm mən? Kayıtlar var məndə. Durub nə şivənli eləyirsən? Meyzə indi orada zarafatca dedi, salardım o mən olsaydım mənim üstümə qışqırsa təpiyim altına. Mən deyir balacayam deyə məni salırlar təpiklərinin altına. Az bu TikTokda səni kimlər təhqir edib ağzına gələn demədi. Gücün mənə çatdaz səni. Sən elə doğrudan da evdən qovulmağa layiq adamıymışsan. Qurana and olsun. Mən gördüm ki, sən mən süfrəmin başında oturub, sən onsuz da bıyaqlarım kartoşka yiyəndə dedin gedəcəm. Sən yalandan mənim qovmağımı bəhanə eləmə. Durdun, force elədin, gedirəm, dedim dur bas bayra. Sən yalvarmalıyam, dur bas bayra. Mən sənin üçün obırslardan deyiləm, küçlüyə işləyim yalandan burada gülər izləyirəm. Mən nə doyam, ay qız, məndə bir dənə sifət var. Mənə gələn, gəlsin, gəlməyən bas bayra. Sən mənim evimdə mənim üstümə, kimin evində kimə qışqırsa qovma. Sən kimsən az gəl mənim evimdə otur mənim üstümə qışqır. Sən nə poxsan ki? Sən nə poxsan mənim üstümə qışqırsan az? Lazım olan adamlara lazımı sözlü devirsən. Velizar 7 aydı, 8 aydı sənin ağzına gələn deyir. 10 dəfə deyib ki, onu qaldırıb çırpıb vuraram divara. Onu qaldırıb çırpıb vuraram divara. Niyə cavab verməmsən? Nə oldu indi biz deyəndə xətirbədəydi? Niyə cavab verməmsən ona? 10 dəfə deyib. Deyib deməyib uşaqlar. Zarafata deyib, ciddi deyib, fakt deyib ki, ondan zəhləm gedir. Minisfətdir. Bir dənə qoyaram uçar. Qaldırıb çırparam yerə. Ay 700, 700, 700. Ay sən ona cavab vermirsən, sən gəlib mənim evimdə çörək yiyib gəlib məndən danışırsan. Məni yandırır. Sonra da mənim adımı qoyurlar davakar. Daha adam nə qədər nankor görər, nə qədər nankorluq görər. Rəbbim mənə yalvarır, durum gəlib sizə deyir, Ləman məni çağırdı. Bu da mənim ikinci arzumdur, yaz. Görəsən, mənim qabağıma belə insanlar çıxır. Mən şokdayam. Quran haqqı yanıb tökülürəm. Məni göstərirlər acı deyil, pis adam. Özlərin göstərirlər normal. Gəl ki, bu qədər nankorluğa döz də insan. Gəl ki, bu qədər nankorluğa döz. Can çəkdirsin. Bu da sizə son sözüm. Arzum məndən dalaşıb danışmır. Velizar dünən canlısında deyir ki, Arzum deyir ki, o ölüb onun nəyinə prim verirsən. Az sən kimsən? Hə? Mən prim alıramsa, sən niyə düşmüsən metropollara? Hə? Qəzələləri ilə oturub durmurdun, hə? Şəhərdə konsert verdin, Alicana? Millətə konsert verdin, solo konsert? İndi bu səviyyəlidir, biraz tanınır deyə, canlısında adam var deyə. Bundan oturub, mən ölmüşəm, sən ölmüsən, Mən niyə ölürəm? Bu qədər başınıza hadisə gəlir. Yenə Allahdan qorxmursunuz. Gedib orada burada oturub mənim dalımca danışırsınız. Çox ayıb olsun sizə. Gedib başqa yerlərdə durub deyirsən Ləmanın evi var. Çox ayıb olsun. Mənim evim var, evi yoxdur. Kim yalandan deyir evi var, Allah onu evə həsrət qoysun. Bezirəm, insanların nankorluğundan bezirəm. Bezirəm. Özləri göstərirlər canlıda mələk. Mən eşini danışmam. Gəlib mənim dalımca danışın. Niyə mənim dalımca danışırsınız? Nə istəyirsiniz məndən? Özünüzü canlıda quyruğunuz qapı arasında qalan kimi başlayırsınız. Bir gün dincilləyirlər, ikinci gün ağlayırlar. Üçüncü gün gedirlər onun bu yanında mənim dalımca danışırlar. Niyə danışırsınız? Niyə danışırsınız? Bəs də yetim qız almaya haqqıma girirsiniz. Ona görə bu gündə siz Allah bundan da betər günə salsın sizi. Bu sizin yaxşı günləriniz olsun inşallah. Haqqımı sizə halal eləmirəm. Sürəsiz yerlərdə bu sizin yaxşı günləriniz olsun. Bu sözümü, bu kaydımı paylaşın, heç yaddan çıxartmayayım. Mənim haqqıma girənləri o Allah cavabını verəcək. Bu sizin hələ yaxşı günlərimizdir. Bu sizin elə yaxşı günlər. Mən ağzım əsir əsəbdən. Allah sizə islah eləsin. Allah sizə çəkdirsin, necə ki çəkdirir. Necə ki çəkdirir, çəkdirsin. Çox ayıb olsun sizə. Eybi yox, o insanları mən burada həyasız kimi, davacı kimi tanısın. Allah mənim ürəyimi bilir. Allah mənim ürəyimi bilir.
Yaxşı. Sən durub televizora deyirsən ki, onun nəyinə prim verirsən, ölüb gediblər. Eybi yoxdur. Ən azından mən gedib metropollarda saat 12-də falan gedib yalvarıb şəkil çəkdirib girişmirəm. Gedib orada burada gizlində qalmıram. Yaxşı, mən nəyəm, üzdəyəm. Mənə sataşmayın. Cavabınızı 5 qat verərəm. Mənlə işiniz olmasın. Primə sizin ehtiyacınız var ki, gelib oturmuşsunuz onun ayağında. Bildiniz? İnsan canlısı düşərdə qalxar da. Düşməz qalxmaz bir Allahdır. Heç kim deməsin ki, mənim canlım düşməyib, qalxmayıb. Düşməz qalxmaz bir o göydəki Allahdır. Başa düşdünüz? Qaldı canlı düşməyinə mən canlı açmırdım. 7-8 aydı normal. Çünki mənə psixoloji elə təsir eləmişdiniz ki, mənim canlı açmağa halım belə yox idi. Özünüzü canlıdan mələyi göstərib ki, burada mənim dalımca danışırsınız. Dostluq edirsiniz, cəhərə eləyin, cəhənnəmə eləyin. Gedin dostluğunuzu bir yerdə eləyin. Mənim dalımca oturub bir süfrədə danışmayın. Velodu, melodu, nədirsə, o kimdir ki mənə prim versin? Velo səni kimlərinə prim verər? Mən TikTok'da Velo yox idi, var idim. Sən yox idin, var idim. Yeri gəlsə səni mən tanıttırmışam. Mən kiminsə yanında oturub canlımı qaldırmamışam. Kimlərsə mənim yanında oturub canlıların qaldırıblar. Başa düşdünüz? Mən öz şotuma gündəmə gələn adamam. Öz şotuma da düşərəm, qalxarım, o mənim biləcəyim işdir. Onun heç kəsə dəxli yoxdur. Gedib orada burada az haqqıma girin. Evi var, filan şeyi var, ev yəsi onu evi ipotekaya verib, evi yalandan deyir cəmaatın içində. Allah göydən görür. Leyla xanım çox sağ. Allah göydən. Haqqıma girmeyin. Biraz Allah qorxuvuz olsun içinizdə. Ne olar bu boyda Allah qorxuvuz olsun içinizdə. 1 gram Allah qorxusu olsun da içinizdə. Çəkin mənim yaxamdan çəkilin. Nə istəyirsiniz məndən? Bir quru canımdır. Nə istəyirsiniz? Nə istəyirsiniz və məndən? Artisti elən Allah əzzin əlindən alsın. Məni qədər nankörlük gör görüm başın salamat qalar sənin. Nə qədər insan nankörlük görər. Adımı da qoyublar həyasız dəli. Sözün düzün danışıram ona görə. Bəsdir də mən də özümü mələyi göstərim burada. Gedim onun bütün günü. Məndən əl çəkmirlər bunlar. Bu birisi gəlib sırtkoz evimdə yemək yiyir. Çıxıb gedib mənim dalımca danışır. Sən onsuz da gedirdin. Meyza sənə bəhanədir. Meyza sənə bəhanədir. Sən onsuz da gedirdin. Yemək yiyəndə dedin ki gedirəm. Dedin gedənə yaxın qoy bir dənə şou yaradım gedim. Mənim evimdə mənim üstümə qışqırdım. Mən də dedim dur bas bayra. Dur bas bayra. Mən kiməm ki kiminsə evinə gedim, hələ cəmaatın üstünə də qışqırım, cəmaatın o süfrəsində otura-otura. Getduğun çadır Belizarə deyək sözümü. Dünən sənə görə dalaşıram, dolumu sandalda. Akşam mənim evimdə konsert verdim, verirəm polisə, səhər durdum, barışmışam. İndi məni gördü, sənin gözün gedib orada artisti eləyirsən. Niyə bu qədər nankörsüz siz? Başa düşdük, acı diləm. Amma mənim başqa nə nöqsanım var? Pozğun deyiləm, tərbiyəsiz deyiləm, içmirəm, çəkmirəm, əxlaqsız deyiləm, tərbiyəsiz hərəkətlər eləmirəm. Ola bilər, acı diləm, ona da mənə siz vadar edirsiniz. Siz vadar edirsiniz. Gedin mənim dalımca danışın, ağzınıza gələndən sonra denən otur sakit. Mən əsəbləri körranmış adamam. Ərdən yarımısınız, bəxtəbərlər. Mən döyülmüşəm, söyülmüşəm. Hamilə olanlar ribenlə çırpılmışam. Oturmuşsunuz bir əliniz yağda, bir əliniz balda məndən danışırsınız. Niyə?